Əziz izləyicilər, biz hal-hazırda Tovuz rayonunun Ucqar dağ kəndlərindən biri olan Çoxanəbi kəndindəyik. Düşmənlə sərhəd olan bir kənddir bura. Bugün qəhrəman şəhidlərimizdən olan 44 günlük Vətən müharibəsinin qəhrəman igidlərindən Ələkbərov Muraz Məzahiroğlu'nun anım günüdür. Bizim Şəmkirdən, Naxçıvandan gələn şəhid ailələri, qonaqlarımız da var. Allah ziyarətlərini qəbul eləsin. Şəhidsiz müharibə olmaz qardaş. Bu da bunların baxtına düşdü də, neyini? Allah hamısına rəhmət eləsin. Hər bir vətəndaşın, hər birimizin borcudur ki, o torpaqları erməni haqqı altından xilas eləmək, vətənimizi, Azərbaycanımızı bütöv eləmək. Bu da bizim övladların, vətənpərvər insanların borcuna Var da hər layiqimizə də prezidentimizin verdiyi əmri layiqimizə yerinə getirdiler. Aşmadılar. Öz gücü ilə, öz qüvvəti ilə, silahı ilə erməninin başını əzirlər torpaqlarımızı, bütün Azərbaycan. Bayrağımızı dövlətlər arasında yüksələn bizim şəhidlərimiz, qazilərimizdir. Allah prezidentimizlə canını sağ eləsin, Allah ordumuzu qorusun. Mən hər zaman deyirəm, ordumuza hörmət qoymalıyıq ki, bugün səngərlərdə bizi qoruyan asker zabitlərimizdir. Biz rahat evdə yatırsa, biz onlara borçluyuz. Allah ordumuzu qorusun, Allah Azərbaycanımıza bizdən müharibə qismət eləməsin. Amin inşallah. İnşallah gələcəyi yaxşı. Allah səbrimizi versin. Bugün qəhrəman şəhidimizin şəhadətindən artıq 5 il ötür. Allah ruhunu şad eləsin. Allah rəhmət Allah eləsin. doğmalarını səbir Qonaqların versin. gəlir, dərdin olur. Cənnət Yerin cənnət məkan olsun. Amin. Qalan abi, ayaqlarınız var olsun. Siz ki, şəhidlər, ana, uzun yol qət eləyib gəlibsiniz. Hər birinizə minnətdaram. Borcumuzdur bütün şu an. Hər birinizə minnətdaram. Ziyarət eləmək. Yəni, bax, belə bizim bu millətin, bu cəmaatın buraya yığılmanın səbəbi də Elmar müəllimdir, Dəmir müəllimdir, bax, bizim Gülnaz xanımdır. Vallahi Quran haqqı heç kim eləməzdir, hamının işi var, gücü var. Əmma bunlar bütün işi, gücü buraxıb, bax, bu şəhid ailələrindən, ata-anasından artıq bu şəhidlərə bunlar can yandırır. Şəxsən, mən minnətdaram. Canın sağ eləsin. Şəhidlərin ruhu da qardaşımıza kömək olsun inşallah. Xanıma da kömək olsun ki, kim ki şəhidinə əzizliyib, şəhid valideyninə diqqət yetirirsə, o insanın vallahi yeri də cənnətdir. Elə bir milyon təbədə hacı deyib gəlib. Allah sen şehitlerimizin ruhunu şad eylesin. Yəni, kimsə deyər ki, bir umacağımı var, nədir, nə döyük, and olsun Allaha bunlar, yəni deyirəm, heç kim eləməz. Mən şəhid, hamımız burada şəhid valideynlərim, şəhid ailəsi.
Ata sana qurban olum, dərdinizə qurban olum. Çünki sizin o çəkdiyi acını, çəkdiyiniz o dərdi bizlər o boyda bilə bilmərik. Sizin ürəyinizdə 2 dənə yeşə yumru yara var. O yara cənnətdə övladlarınıza qovuşanda gedəcək. Naxçıvan şəhərindən də bizim cənab Rəhmətimizin atasıdır, mərhəmətimizin atasıdır. Murovda 86 gün 44 günlük müharibədə tapılmırdı şəhidimiz. Yəni bu gün baxın ki, şəhid atası gəlib şəhid atasına təsəlli verir. Cənab Kapitan Qəhrəmanov Ruslanın Şəmkirdən atasıdır. Özü də 1-ci Qarabağ müharibəsinin iştirakçısı, 2-ci qurbanıdır. Bu gün sizin çəkdiyiniz dərdi, acını yəni mən yaxşı bilirəm. Yəni bu oğul vermişsiniz vətən üçün, torpaq üçün, namus üçün, qeyrət üçün. Hansı bir şəhidimiz öz anası, bacısı üçün gedib döyüşmür. Azərbaycanın namusu, qeyrəti uğrunda gedib döyüşüb, bizim alnımızı, yüzümüzü ağ elədilər. Ona görə ki, sizin dərdinizə qurban olun, heç qədər belinizi əyib gəzməyin. Dik durun ki, dik gəzin, gəndən baxan olsun deyəndə, desin ki, İgid və qəhrəmanımızın atası. Yəni qardaş, hərənin bir sanlı günü Ancaq var. təəssüflər olsun ki, böyük gündə mən ilk dəfədə Naxçıvan Muxtar Respublikasından gəlmişəm, Tovuzda olmuşam. Ancaq bu şəhid məzarlığı burada vardısa, bunu ən azından bir traktoru salıb düzəldərdilər, dərə-təpədə heç olsa düzəldərdilər ki, hansı bir şəhidimizin mövcudunda, ad günündə, ola bilər hansı bir rayondan gələn bir vətəndaş varsa, qoy ki, baxsın ki, nizam var, intizam var, şəhidin məzarlığı üstünə. Ancaq təəssüflər olsun ki, bu şey yoxdur. Amma cənab prezidentimiz dəfələr çıxışlarında deyib ki, şəhid ailələrinə diqqət və qayğı, şəhidlərin ruhu qarşısında baş əyir. Ancaq bunların başı əyilmir. Əyilmir. Bunu bildirmək lazımdır. Bunu siqnal ötürmək lazımdır Cənab Ali Baş Komandanına ki, bu cür yəni şəhid məzarlığı burada ola-ola gələn qonaqlarımız yəni bərbad gündədir bu yol. Belə yollarımız çoxdur, belə şəhid məzarlıqlarımız çoxdur qardaşlar, Tovuzda. Əyilməyən başlar var. Bəli, əyilməyən başlar var. Dəfələrlə çıxışlarında özü deyir, diqqət və qayğı şəhid valideynlərinə və şəhidlərin ruhu qarşısında mən baş əyirəm. Başqasının başını əyilməməyi mümkün deyil. Ancaq əymirlər. Acəsi olan adamlar əyilmirlər. Əymirlər. Bunları nə etmək lazımdır? Bunları yararlı. Nəzarətdə saxlamaq lazımdır, işıqlandırmaq lazımdır. Allah sizlərə səbr versin, dözüm versin. Hizbi qardaşımızın da oğlu 44 günlük müharibədə iştirakçısıdır, qazidir, özü də bir oğlu da Naxçıvanda xidmət edir. Allah bizim o xidmətdə olan əsgərlərimizi qorusun, əsgər və zabitlərimizi qorusun. Bu əsgər balalarımıza inşallah sağ-salamat gələr, vətənə xidmət edib, borçlarını verib, inşallah sağ-salamat gələrlər evlərinə, eşiklərinə. Allah təala bütün Azərbaycan xalqının ocağında, evində toyduğun qismət eləsin. O qara buludları bizim o başımızın üstündən yoxa çağadan bu nuruzlu şəhidlərimiz oldu. Azərbaycanın qeyrətli olanları oldu, qüdrətli ordusu oldu, Cənab Ali Baş Komandanımız oldu. Çünki bu əmrin verdi, Azərbaycanda qüdrətli ordumuz və Azərbaycanın səfərbərliyinə qoşulan qeyrətli olanlarımız bu əmrinə tabi oldular. 44 günlük müharibədə o gözəl torpaqlarımızı işğaldan azad elədilər. Allah sizlərə səbr versin, dözüm versin. Sağ ol qardaş. Sizin qarşınızda baş əyirəm, şəhidlərin ruhu qarşısında baş əyirəm. Sağ olun, var olun. Yəni Var olun, siz əziyyət çəkib qardaş, Mənim borcumdur, şəhidlərin haqqı nə eləsəm mən ödəyə bilmərəm. mən yəni şəxsən dövlətimizdən, prezidentimizdən razıyam. Yəni belə ki, prezidentimiz elə hər televizorda çıxışında deyir, şəhid ailələrinə, şəhid valideyninə qayğı göstərmək lazımdır, onlara dəstək olmaq lazımdır. Amma təəssüflər olsun ki, nəzarət azdır, məmurlar var, heç vaxt nə gələndir, nə gedəndir, özünü axtarandır. Amma bunu da bilmir ki, bu 30 il Qarabağ torpağına gözünlə belə baxan verdi. Bunu Cənab Ali Baş Komandanın sahəsi nəticəsində, şəhidlərin sahəsi nəticəsində bu torpağın son qoyuldu, işğaldan azad olundu. İndi də, yəni, bu biz bala itirmişik. 25-26 yaşında qızıl gözlü oğlanlar itirmişik. Nəyin ucbatından? Bu torpağın, bu vətənin. Allah rəhmət eylesin. Hani gedir deyirsən ki, mən açıq deyəcəm. Gedir deyirsən ki, bana bir son torpaq ver, başımı qatım. Yəni mən bir işlə məşğul olum, ölürəm öyümdə. Dolana bilim. Deyir torpaq yoxdur, satılıb.
Asılıflar. Əmnətər olur. Allah Yəni, şəhidlərimizə satılan rəhmət torpaqları eyləsin. Allah Məzarı Allah çəksin. Mən belə deyərdim, 1-ci Qarabağ müharibəsində də torpaqlarımız satılmışdı. 44 gündə antiterrorda o qardaşlarımız onların hamısını geri qaytardı. İnşallah ki, bu yaxın günlərdə də bu artıq bunlar hamısı geri qayıdacaq. İndiyənə kimi məni bir narahat eləyən bir sual olurdu. Mən ictimaiyyət içində çox oluram. Cənab prezidentimiz dəfələrdən deyirdi ki, yəni şəhid ailələrinə qayğı, əhalinin güzaranı düzəlsin, amma baxırdın ki, həqiqətən də bunun həmişə əksinə olur. Cənab prezident çıxışında dediyinin tam əksi olur. Amma inşallah ki, bugündən sonra yəqin ki olmaz. Çünki artıq ilanın başı tapdalandı. Artıq Mən- ilanın başı Mən tapdalandı. güclü kobra ilanı İkinci, bəli. Sizin qadanızı alayım. Yəni mən sözümü deyirəm də, bu mənə heç yeri gəlsə o torpaq lazım da deyil. Yəni deyirəm ki, görüm bu dövlət səviyyəsində bu şəhidə dəyər verən varmı? Bu şəhid nə üçün şəhid oldu? Torpaq üçün. Mən hanımının torpağı? Bizim evlatlar Allah rəhmət eləsin, cəmi şəhidlərimizə. Mənim oğlum da Allah şəhidlərimizə rəhmət eləsin. Mənim Mənim oğlum da- sözüm bu qədər. Vallahi. Məzar ki, mənim oğlum da Xüsusiyyənətli qüvvələrin kapitanı idi. 3 evlat qoydu, getdi. Oğlunu bir dəfə gördü, getdi. Özüm qaziyəm, hərbiçiyəm. Mən də döyüşmüşəm, 1-ci Qarabağ müharibəsində 50-yəm. Biz bugünkü günü bizim 44 günlük müharibədə, antiterrorda şəhid olan da, qazi olan da bunların hamısı aslında 1-ci Qarabağ müharibəsində döyüşüb şəhid olmuşların evlatlarıdır, qazi olanların evlatlarıdır, veteranların evlatlarıdır. Ona görə ki, biz onları elə aşılayıb bu vətən üçün elə böyütmüşdük ki, onlar bizə davamçı idi. Düzdür, torpaqları aldılar, qaytardılar, özləri qayıtmadı. Təəssüflər olsun. Bu gözəl günləri görmədi, Bunlar evi yox. qaydan da deyil. Evi yoxdur. Get, Mən Allah şəhidli rəhmət yox, o eləsin. zirvə mənə qismət olsaydı, 14 yaşı var idi, mən 50 olanda. O mənə qismət olmadı. Onu mən böyütdüm 32 yaşında, o şəhidlik ona qismət oldu. Hər adama da o şəhidlik qismət olmur. Heç bir evlada da qoy varının balası varlı dursun, evi yoxdur. Amma o yüksəyə çata bilməz. O yüksəkdə tarixə düşə bilməz. Ömür boyu tarixdə yaşaya bilməz. Heç vaxt da yaşamayacaq. Gene bizim evlatlar yaşayacaq. O 5 sot torpaqdır, 3 sot torpaqdır. Onlar 5 sot, 3 sot torpaq üçün getməli. Onlar bizim analarımız, bacılarımız üçün, onlar bizim vətən üçün, torpaq üçün, bayraq üçün, devlət üçün getdilər. Müəllim Səhər qadan. Bizim də o torpağa 2 sot, 5 sot ehtiyac yoxdur. Mən Rusiyada doğmuşam, orada burada doğmuşam. Biz bax belə yerə baxırdıq, belə düz baxamırdıq. Tamamilə doğrudur. Bu 44 günlük vətən müharibəsindəki bu Qarabağı işğaldan azad elədilər. İndi uşaqdan böyüyə, qadından kişiyə bax belə düz baxır hamısı. O baxsınlar. O bunların sayəsində. Bax bunların Sən ondan qədrini fəxr et. qiymatını da bilmək Sən lazımdır. ondan fəxr et. Mən onu da deyib Sən ondan fəxr elə ki, sən evladın evladın sayəsində minlərlə, 10 minlərlə əhalinin başı tik gəlsin. Yəni Sən ondan fəxr et. hərənin də bir sanlı günü var. Mən özüm 94-ün mart ayının 29-unda bizdə burada Sulu zirvəsi var. O zirvə 3 gün Ermənidə qaldı. 3 gündən sonra o zirvəyi biz toz xalqı olaraq, toz vətəndaşı, Azərbaycan vətəndaşı olaraq orayı geri aldıq. Həmən Suluda mən özüm könüllü dəstədə döyüşmüşəm. 88-dən 94-ün mart ayının 29-una kimi. Orada bizim 12 nəfər itkimiz oldu, şəhid verdik. Bu şəhidlik mənə qismət olsa, əmoğlu Mirağa üstümə düşdü. Əmoğlu Mirağa bu teritoriyada döyüşdə ölən bir dənə Mirağıyı gördüm, şəhid olan. Bir də orada ondan başqa orada şəhid olanlar. Allah rəhmət eləsin. Mirağı eskivatordur. Çınarın toşkalarına, məktəbə, avtobus astanovkasına. Nasıl? Bir gəl qəhrəmanlığı. Şimdi hamısı qəhrəmandır. Bu 44 günlük Bizim vətən üçün müharibəsində qəhrəmandır. bu milli qəhrəman verilir, vətən qəhrəmanı verilir. Bunların hamısı qəhrəman evlatlardır. Ümumiyyətcə 1-ci Qarabağ müharibəsində Tovuzun özü də Tovuz rayonunda qəhrəman bir rayon idi ki, Yəni, öz torpaqlarından sizin bir sözünüz bu sot altı, bu şəhidlik erməniyə harama təhvil qismət olmur. vermədi.
hamısı düzüldü, hamısı axıratdan döyüş apardı, yerində durdu, aldı ki, vermədi. Şəhidlik Bu hamısı qismət bu olsa, tozdan, zahmatın, mən də şəhid olanın vaxtında heç oğlumun bu haqq hesablarını görməzdim. Yəni, dəyər verəni də sağ olsun, verməyən də Allah nə, kim hamd nə aparır? olsun, sağ ol. Heç kim, hamı əli boş gedir. Oraya. Allah kömək olsun. Sağ olsun. Şehir vermiyor. Allah rəhmət eləsin şəhidlərimizə. Sizlərin də var olun. Ölənlərimizə rəhmət. Çox sağ olun. Hamza'ya merhamet. Minnettar. Niyetine. Bu Şamşir rayonu Qadan qalıb, çox sağ olun. Şəxsən sizə qurban olun, əziyyət çəkib, şəhidlərin adına gəlibsiniz. Çox sağ olun. O Tovuz döyüşlərində burada Allah iştirak razı edir. olsun sizdən. Hani Biz ki razıyıq. burada yaralanıp gedəndə burada yolda mən də qalmışdım. Nə sürəyiniz istəyir. İstəyirəm ki, Tovuz döyüşləri keçir. Sonra nəsə balsına yazmış ki, yaralanmışım gedirəm. Yəni mənim bu torpaqlara gəlməyim, Şamşirə gəlməyim keçir kəndinə. Mən elə bilirəm ki, mənim balamın burada nəfəsi var. Vallahi bax, həqiqi deyil. Balana hamımızın balası. Ona görə bax, bugün Şamşirə gəldim dünə, bugün bura gəldim, bax, bu qızına bu kəndlərə. Öz balamın nəfəsi var, o yaşayır. Bütün şəhidlər biz yaşayır. Onu bilir ki, hangi torpaqda şəhid olsun, o torpaqda onlar yaşayır, onların nəfəsi var. Nəsə ki, ömrümdə var, gəzəcəm, dolaşacam, şəhidlərimizin hamısı ziyarət edir. Allah ziyarət Allah hamısını məqsud Allah razı olsun. Allah sizdən Ya bizim burada sərhəd, oradan Ermənistandan da bizim öz torpaqlarımız Gəncədə 17 kilometr məsafədir. Amma Naxçıvandan bizim Şahbızdan bura neçə kilometr yol gəlmişəm. İnşallah o yolumuz açılar, yaxınlaşar inşallah. O torpaqlar da bizimdir. Yəni bizim şəhidlərimiz qəhrəmandır. 30 il həsrətində olan torpaqlar adidir. Belə yaxına da baxamırdı, qıraqdan baxırdı. Amma 44 günə, 44 santimdən belə onlar hər bir addımla ölmə meydan oxuyor. Düşmənin başını əzə-əzə o torpaqları bizim Azərbaycanımıza bəxş elədilər. Allah canlarına, qanlarına, ağızlarına olsun. Allah prezidentimiz canı sağ eləsin. Onun verdiyi əmrə bizim balalarımız necə tabi oldu, öz hüququndan keçdi, qanunla, canınla o torpaqları, canları ilə, qanunları ilə işğaldan təmizlədilər. İstər 44 günlük antiterror olsun, 20 şəhidləri, 92-ci aprel döyüşləri qısa samanıyor. Bunların hamısı bir qəhrəmandır. Vallahi bir qəhrəmandır. Bir məmurun övladına desən bir barmağını verməz. Bir dırnağını verməz, bir tikanını verməz. Amma bizim balalarımız vətən dedi, torpaq dedi, bayraq dedi, ata-ana, yoldaş, övlad demədi. Canlarından keçdi. Ona görə ki, onlar prezidentin vur əmrinə vur dedi. Allah ordumuzu qorusun, mən hər zaman deyirəm. Ordumuz olsun, vətənimiz yoxdur, torpağımız, bayrağımız yoxdur, xalqımız yoxdur. Bizi qoruyan sərhədlərdə əskər zabitlərimizə kömək olsun. Amin. Müharibə qismət eləməsin. Amin. Müharibə çətin şeydir. Uzaq olsun. Bax, 92-ci ildə də olmuşam 4 il müharibədə görüşüm o çətin əziyyətlərlə. Bizim balalarımız yenə Mehman qardaşım da dedi. Biz balalarımıza vətən həmişə aşılamışıq, torpaq, bayraq. Vətən də, namus da, qeyrət də, şərəf də kasıbındır. Hamısı kasıbındır. Bunlar saydıqlar, hamısı kasıbındır. Hamımızın Allah balalarının ruhunu şad eləsin boğazına hamısını. Allah məqamı alıcı eləsin. Allah Amin. bizlərə Amin. səbr versin. Səbirdən Amin. başqa bir şey yoxdur. Bu vardır, kardır, nə bilim şeydir. Amma bir o yaxşıdır ki, mənim söz deyil. Buradan da prezidentimə çatdırırım, Mehriban xanıma çatdırırım ki, bizim uşaqların adları əbədiləşdirsin. Məktəblərə, küçələrə, bağçalara, xəstəxanalara verilsin ki, onların adı yaşasın. Biz öldürsə, onu dövlət yaşasın. Yok vermirlər axı. İnşallah verirlər. Verir. Ordeni olan şəhide icra başçı deyil, yol verilmez. Niye verilmir?
Ha, benim oğlum Antero şəhidi, 3-cü dərəcəli ordeni var. Oruç var, oruç deyil, Ceyran çölü yolu var bizdə. Deyir ki, o yol şəhidə verilməz. Niyə verilmir? Hə, yəni bax, deyir, orden olmayan gedəndə deyir, ordenli verilir o. Mənim oğlum 3-cü dərəcəli prezident şəhid olan kimi öz fərmanla 3-cü dərəcəli orden verir. Amma bir Onun qabağında da bir dənə yer şəhid verir. atalar var, elə bir cəmaat dəyişdi. Bizdə Naxçıvanda tədbirdə bütün dövlət icra başçısı, bunun kollektivi, bütün məmurlar, yanlış işçilər gələr. Şəhidin hili olsun, mövcud olsun, ucqa bir kənd olsun. Bizim kənd də belə bir dağlıq kənddir, keçir kəndi. Hər ilindən bölündə hamısı biz icra başçısı olmalı, bütün kollektivinin nümayəndələr hamısı ilində təbində iştirak edir. Amma burada bir dənə dövlət Icra nümayəndələrimiz buradadır. İcra nümayəndəsi, kənd icra nümayəndəsi gəlir iştirak edir. Bizim icra başçımız yaşlıdır. Həmin vəkil Biraz ayaqları zaten ağrıyıb eləyir, ona görə gəlib ki,